Növbəti ikinci günümüzdə yenə hər kəsi salamlayıram, dəyərli marafon iştirakçıları. Bugünkü mövzumuz mağazan kimlər üçündür? Bu arada birinci günün sonunda videonu çəkərkən dedim ki, mağazan haradadır sualını cavablandıracağıq. Onu bir dənə düzəliş edim. İkinci günün mövzusu mağazan kimlər üçündür? Tamam, birinci günü bitirdik. Düşünürəm ki, mən bu şəkildə ümid edirəm ki, siz artıq tapşırıqlar eləmisiniz və zehninizdə suallar var. Necə düzəliş edək, nətər edək, hansı ifadələri yerləşdirək. Bunların hamısı bu 7 günlük marafonun sonunda düşünürəm ki, zehninizdə aydınlaşmış olacaq. İndi gəlin biz vaxt itirmədən keçək ikinci günün məktubunu oxumağa. Görək ikinci gün məktubunda bizi nələr gözləyir. Mən də bir izləyici kimi, öz yazdığım mətni izləyici kimi ilk dəfə oxuyurmuş kimi çalışacağam. O şəkildə oxuyub anlamağa çalışıram. Yəni özümü qoyuram sizin yerinizə. Demək, mağazan kimlər üçündür? Baxaq. Burada gəlirsiniz, baxın bu bir play düyməsi kimi bir düymə var. Əgər vaxtınız azdırsa, qısa və yaxud da təkrar edəcəksinizsə marafonu nə vaxtsa, o zaman hamısını oxumağa ehtiyacınız yoxdur. Bir də bu düyməyə basırsınız. Qısa 2 abzazlıq sadə formada xülasəsini qeyd eləmişəm bura. Tamam mı? Yəni o şəkildə xülasəsini öyrənirsiniz, işi bitirirsiniz. Əgər ikinci dəfə, üçüncü dəfə oxuyursunuz. Yox, əgər ilk dəfə oxuyursunuzsa başdan oxumağınızı istəyirəm. Hekayələşdirərək yazmışam el dilində, rahat bir şəkildə oxuyarsınız. Deməli, bir söz var, deyirlər ki, hamı üçünsənsə, heç kim üçün deyilsən. Bu çox yerində bir ifadədir. Xüsusilə də bu hər şey şünas olmaq, hər şey satmaq, hər şeydən başı çıxmaq bizi çox çətin bir yola aparır. Onun üçün nə qədər spesifikləşsək, nə qədər xüsusiləşsək, o qədər özəl olmağa başlayır. Özəl olduğumuz zaman da dəyərimiz artmağa başlayır. Bəlkə də çox eşitmirsən, amma gəl bunu nə demək olduğunu biraz konkretləşdirək. Kimin üçünsənsə, onu axtaran səni tapacaq. Yəni konkret olaraq mən ora Instagram səhifəmə açar sözlərimi yazmayacamsa, kim üçün olduğumu demirəmsə, onu axtaran şəxs necə tapacaq məni? Məsəl üçün açırsınız bir ehtiyacınıza uyğun bir məhsul axtarırsınız. O anda işlətdiyiniz müəyyən terminlər var, ifadələr var. Əgər o terminləri o məhsulu satan, o xidməti verən şəxs səhifəsini yerləşdirməyibsə, siz onu necə tapa bilərsiniz? Və yaxud da sizin müştəriniz sizi necə tapa bilər? Sosial mediada hər kəs bir şey paylaşır. Amma çox az adam kimə paylaşdığının dəqiq bilir. Bu ən çox rast gəlinən və ən böyük səhvlərdən biridir. Çünki bu elə bil meşədə hara uçduğunu bilmədən bir ox atmaq kimidir. Hədəf bilmirsən və ox atırsan, Allah Allah deyirsən ki, harası kiməsə dəydi, nəsə bir ceyrana, cüyrə, qabana, nəysə dəydi və mən onu ovladım. Bəlkə də hədəfə dəyər, amma çox güman ki, havada itib batar. Hamı üçünsənsə, heç kim üçün deyilsən. Bu ifadə çox sadə, amma yerində bir prinsipdir. Təsəvvür et ki, şəhərin mərkəzində bir mağaza açmısan. Gözəl də bəzəmsən. İçəri girən hər kəsin diqqətini çəkmək istəyirsən deyə hər növ məhsul satırsan. Uşaq oyuncaqları, gəlinliklər, balıq ov ləvazimatları, mətbəx avadanlıqları, telefon aksesuarları, kənd təsərrüfatı alətləri və s. Müştəri içəri girir və ilk sualı bu olur. Bura nə mağazasıdır? Heç nə başa düşmür. Çaşır və çıxıb gedir. Müəyyən bir hədəfi olmayan mağaza müştərinin yaddaşında iz buraxmır və böyük ehtimalla o mağazadan heç nə almadan çıxıb gedir. Yəqin ki, bu durumu, bu situasiyanı özünüzdə də müşahidə eləmişsiniz. Girib baxırsınız, çox qarışıq gəlir səhifə. Ayda bu nədir, nə alım burada, bu adam nə satır, həqiqətən güvənilirdirmi? İndi sosial mediada ilə o şəkildədir. Sənin səhifən də belədir. Əgər hədəfini bilmirsənsə, səhifəyə girən insan başa düşmür ki, sən onun üçünsən, yoxsa başqası üçün. Çünki kontentin mövzuları dağınıq olur. Kontent dediyimiz paylaşdığınız o videolar, postlar, karusellər. Stil və dizayn bir-birini tutmur.
Dil və üslub dəyişkən olur. Heç kim səhifə ilə emosional bağ qura bilmir. Çünki konkret bir adamdan hekayəsindən danışmırsınız. Bir gün məsəl üçün yeniyetmə haqqında bir şey paylaşırsınız. Bir gün yaşlı bir şəxs üçün. Yaşlı bir şəxs üçün videonu görüb sizi təqib edən adam ikinci gün yeniyetmə videosunu görəndə sizi təqibdən çıxaracaq. Amma bir anlıq fərz et ki, qərara gəlmirsən ki, bu mağaza yalnız balıqçılar üçündür. Onda artıq hər şey dəyişir. Sən artıq xüsusi mağazanın kimlər üçün olduğunu təyin elədin. Auditoriyan bəllidir artıq, balıqçılar. Görün, necə rahatlaşır işimiz bundan sonra. Hədəf seçəndə nə baş verir? Yəni, artıq hədəfi seçdin və s. İndi mağazaya girən bir balıqçı deyir. Bəh, bura tam mənlik mağazadır. Baxın, bu çox önəmli bir təəssüratdır. Bu təəssüratı səhifənizə ilk dəfə girən adamda yaşatdınızsa, siz yaşadınız. Yaşatmadınızsa, sizin işiniz çətin olur. Çünki vitrinlərdə balıqçı qarmaqları highlight olan hissələrdə, torlar, qayıq avadanlıqları, suda istifadə olunan xüsusi paltarlar var. Qəşəng, əla. Mağaza dizaynı dəniz, göl, balıq ovçuluğu hissini yaşadır. Mavilik, ondan sonra müəyyən bir tonlar, bütün postlarınız o şəkildə. Reklamlarında yazılıb, peşəkar və həvəskar balıqçılar üçün hər şey. Vəssalam. Satıcı belə balıqçılara uyğun dillə danışır. Satıcı belə balıqçılarla uyğun dillə danışır. Inbox-a yazırsınız. İndi balıqçıların burada mən biraz araşdırdım, belə onlara uyğun bir dili. Qardaş, çayın üstündə hansı qarmağı istəyirsən və s. falan. Belə atışmalar eləyirlər öz aralarında. O formada o üslubda yazışırsan. Bu tam mənim adamımdır ki. Sənə auditoriyan kimdir? Balıqçılar. Onunla dildə danışmalısın. Təsəvvür edin ki, danışarıq sonra bu barədə. Biraz açsam bu söhbət uzun gedəcək. Beləcə, balıqçı müştəri özünü istənilən və anlaşılan hiss edir. İş bitir. Sosial mediada sən də eynisini etsən əla olar. Əgər sən, məsələn, yalnız gənc müəllimlər üçün kontent hazırlayırsansa, mövzuların müəllimliyi ilə bağlı olacaq. Dilində müəllimlərin gündəlik istifadə etdiyi ifadələr olacaq. Rəhlər, dizayn bu auditoriyaya uyğun olacaq. Müəllim səhifəyə baxan kimi anlayacaq ki, bura mənim kimlər üçündür, yəni müəllimlər üçündür. Beləcə, sən o müəllim üçün dəyərli, faydalı və yaxın bir brend olacaqsın. Nətərdir? Qızıl qayda. Əvvəlcə kim üçün olduğunu qərar ver, sonra nə və necə anlatacağını müəyyən et. Əvvəlcə biz bir şey anlatırıqsa, bir hekayə danışırıqsa, sosial media bir hekayə anlatma yeridir. Satış bir hekayə danışmaqdır əslində, marketing bir hekayəni anlatmaqdır. Biz bir hekayə danışırıq, hekayə anlatırıqsa, storytelling eləyiriksə, birinci növbədə kim anlattığımızın fərqində olmalıyıq. Və sonra bunu təyin etməliyik biz. Bunu təyin elədik. İndi də görək hədəf auditoriyan kimdir? İndi bunu təyin etmək belə sadə deyil. Mən balıqçılara satıram, müəllimlərə satıram. Yox. Sən bu şəxslərin kim olduğunu təyin edəndən sonra, adını qoyandan sonra başlayırsan onu araşdırmağa, özəlliklərini çəkib. Onların yaşı neçədir? Mənim auditoriyam hansı yaş aralığıdır? Harda yaşayırlar? Nə istəyirlər? Arzuları nələrdir? Qorxuları nələrdir? Nədən qorxurlar? Arzularını bilməlisən ki, onun arzularına aid bir şey yazdığın zaman adam həmən onu çəksin və gəlsin. Qorxularını bilməlisən ki, lazım gələndə onun o qorxu tərəfindən yaxınlaşıb onu hərəkətə keçirə bilərsən. Ehtiyacları nələrdir? Nələrə ehtiyac duyurlar? Bunu bilməsən o səhifə, onu necə xidmət edə bilərsən ki? Ona xidmət etmə iddian çürük olar, əgər ehtiyaclarını bilmirsəniz, araşdırmamısanız. Həyatında hansı problemlərlə mübarizə apar, hal-hazırda sənin auditoriyan? Sən o seçdiyin o kütlə, auditoriya, nə bilim, niş, nə deyirsə buna, o hal-hazırda nəyin içərisində, hansı cəngərənin içərisindədir? Onu bildiyin zaman ona bir dost kimi yaxınlaşa bilərsən, bilməsən necə yaxınlaşarsın? Sənin məhsulun və xidmətin ona necə kömək edir? Hansı problemini həll edir, hansı ehtiyacını qarşılayır, hansı qorxusunu dərman olur, hansı arzusuna çatdırır? Baxın, yuxarıdakı
suallarının hamısını bir-bir bağlayır. Sənin məhsulun və xidmətin onda hansı dəyər yaradır? Onu necə hiss elətdirir? Onu hansı duyğunu verir? Məsələ budur. Sosial media bir bazar yeridir. Amma sən bu bazarda sənin məhsulunu alacaq konkret insanlara səslənməlisən. Onları çağırmalısan. Yoxsa səs-küydə itəcəksən, itib batacaqsan. Təsəvvür sədərəyə getmirsən, amma elə məhsul satırsan ki, sadəcə səndədir. Ya da sədərəkdə hamının satdığı qarışıq bir dənə xırdavat mağazası eləyərsən, itib batarsan. Tapşırıq. Öz ideal müştərinin profilini təsvir et. Yəni, sənin üçün, sənin səhifənə necə bir nəfər gəlsə, belə istədiyin o ideal şəxs olsun, onu necə təsvir edərsən? Hər şeyinə, duyğuların, düşüncələrin, vidin, fasonun, tipin, görünüşün, yaşın, yaşadığı ünvanı, bu çox önəmlidir. Ad qoy. Məsəl üçün, sanki real insandır. Məsəl üçün, Aytaç, 29 yaşlı balaca biznes sahibi, əl işlərlə məşğuldur, satışlarını artırmaq istəyir, amma marketinq bilmir. Məsəl üçün, bu sizin müştəriniz ola bilər, əgər marketinq xidməti göstərirsinizsə. Onun məlumatlarını sistemli şəkildə yaz. Bayaq dediyimiz sualları cavablandır. İnan, bundan sonra yazdığın hər post daha dəqiq və təsirli olacaq. Əmin ol. Ki, artıq bu ikinci gününün bu məktubdan sonraki sən, əgər bunu tətbiq eləməyə və yaxud da buradakı şeylər altın xətt deyərək mənimsədinsə, artıq əvvəlki kimi post yazmayasın. Bu tapşırıqları elədinsə, artıq yaza bilməyəsən. Çünki sən artıq auditoriyanın kim olduğunu bilirsən və onun problemini bilirsən. Sən necə əvvəlki kimi artıq bunları bilmədiyin halda məzmun paylaşdığın kimi məzmun paylaşa bilərsən. Avtomatik beynin gedəcək ki, axı bunun bu problemi var, bunu həll üçün belə bir dənə post paylaşın. Tamam. Mən bu tapşırığı tələbələrimə, indi bonus olaraq, burada nə yazmışam, mən bu tapşırığı tələbələrimə və mentlərimə verdiyimdə çox çətinlik çəkirlər. İdeal müştərinin kim olduğunu yazanda ilişib qalırdılar. Bəziləri də tapşırığı edəndən sonra yenidən yazıb soruşurdu. Müəllim, müştəri profili dedikdə bunu nəzərdə tutursunuz. Bu problemə həll olaraq aşağıda indi profillər yerləşdirmiş. Sənin də belə çətinlik yaşaya biləcəyini düşündüm. Ona görə də burada fərqli sahələr üçün nümunə müştəri profilləri əlavə etmişəm. Xahiş edirəm, tam başa düşmək üçün aşağıdakı profillərin üzərindən kliklə və bax. Ən yaxşısı, hamısını oxuyarsın. Amma çox darıxdırıcı gəlsə, öz sahənə ən uyğun olanı seç və onu oxu. Sonra isə eyni qaydada öz biznesin üçün müştəri profilini hazırla. Bax, gəlirsiniz bura. Burada baxın, məsəl üçün, sən nə iş görürsən? Sən dərzisi Kəmaləsən. Atırsan buranı, əgər bu sənə uyğundursa. Müştərin Aytaçdır. Müştərin haqqında məlumatlara baxırsan. Sən psixoloqda, onda zaursan sən. Açırsan Ay Zaur. Baxırsan müştəri məlumatlarına nümunə olaraq. Və s. Sonra məsəl üçün sən kimsən, diş həkimisən. Vüsalə. Nurlan sənin müştərindir. Bax müştəri məlumatlara. Necə bir şey nəzərdə tuturam. Sən kimsən? Hüquqşünassan. At hüquqşünası bax. Müştərin zamiqdir. Kimdir, nədir, nəticədir, hardadır. Bunu etdikdən sonra işin çox böyük bir hissəsini bitirmiş olasınız. Tamam mı? Bunu eləyin, bunu tətbiq eləyin. Sabahda qəşəng növbəti məktubumuzda biz görüşək. Və sizdən belə bir dənə xahişim olacaq ki, bu məktublar artıq ikinci gündə siz görürsünüz. Nə qədər sadə və anlaşılır, bəsit dildə izah edirəm, amma önəmli həqiqətləri anlatırım. Ətrafınızdakı insanlara da belə ödənişsiz bir marafondan faydalanmalarını, nəsiblənmələrinə vəsilə olmağınızı rica edirəm. Bir yandan da tələb edirəm. Niyə? Çünki belə bu cür anlatımla mənimsəyib başa düşmədikləri zaman sahibkarlar sabah bir gün SMM-lərlə işlədikləri zaman çox çətinlik çəkirlər. Çünki hələ nəyin nə olduğunu tam zehnimizdə oturmayıb, qəbul edirsə belədir. Hətta sahibkarları qoyuram, bu marafona qoşulan sosial media menecerləri də var, olmaq istəyənlər də var. Onlar da əminəm ki, baxdılarsa, əslində ənənəvi marketinqdən çox da bir fərqi yoxmuş. Sadəcə forma dəyişdi. Bunu başa düşür və tak deyə bir zehninə oturur.
Onun üçün istəyirəm ki, bu bir axımdır. Bu axıma çox insanlar qoşulsun və faydalansınlar. Tamam. Burada sizin də bu prosesdə vəsil olmağınız çox sevinərəm. Bunu da sosial media səhifələrinizdə, WhatsApp-da və s. buralarda paylaşıb dəstək ola bilərsiniz. İnsanlara bunun ulaşmasına, bu xeyirdə fayda vermə prosesində iştirak eləmiş olarsınız. Belə. Haydi, sabah 3-cü məktubumuzda görüşmək ümidi ilə.